Allah Resulü sallallahu aleyhi və səlləm bir gün əshabı ilə bir yerdə gedərkən bir oğlaq ölüsü görürlər. Deyir ki, 5 dinar 10 dinar verərsinizmi? Ya Resulallah, buna kim o pulu verər? Qulağı da kəsikdir. Deyirlər ki, ya Resulallah, buna sağlığında o pulu verən olmazdı. Sağlığında bunu pulsuz götürən olmaz. Çünki qulağı kəsikdir deyir. Yəni, indi yəqin o toplumda götürmürlərmiş elə heyvanı. Onda qalmış ki, ölüsünə. Allah Resulü deyir ki, vallahi Allah qatında dünyanın dəyəri bu ölmüş oğlaq leşindən daha dəyərsizdir. Niyə bu qədər dəyərsiz, bu qədər 3-5 günlük olan dünyaya görə biz dinimizi buraxırıq? Çətinlikdənmi qorxursunuz? Allah üçün çətinlik çəkməkdən mi qorxursunuz? Qorxuruq daha doğrusu, haşa. Ön plana nəfsimi çıxardaraq deyirəm. Bax, sahabələrin bizdən fərqi o idi zaten. Sizin dünyanı sevdiyiniz qədər yanımda ölümü sevənlərlə gəlmişəm deyirdilər. Ona güvənib gedirdilər hər yerə. Siz qadını, şərabı sevdiyiniz kimi yanımda ölümü sevən adamlarla gəlmişəm deyirdi. Biz Allah üçün əziyyət çəkməkdən qorxuruq. Halbuki dünya üçün çəkmədiyimiz əziyyət yoxdur. Qatlanmadığımız, kimin sözünə gəldi qatlanırıq dünya üçün, dünyalıqlar üçün. Amma Allah üçün, Allahın dini uca olsun deyə çalışmırıq.